Başına gələn hər hansısa bir hadisəni qəbul eləyə bilməyib. Niyə belə oldu axı? Belə olmamalı idi. Belə baş verməməli idi. Mən dedimsə belə olmayacaq, deməli olmayacaq. Mən bunu dəyişdirəcəm deyə günlərlə özünü yeyib bitirdiyin olub heç. Bəzən başımıza bir hadisə gəlir və bu bizə xoş gəlmir. Çoxunluqla planladığımızın tam tərsi olur adətən. Başqa cür olacağına inandırdığımız üçün artıq bu baş verən hadisəni qəbul eləmirik. Çünki biz özümüzü buna inandırmamışdıq, tam əksinə inandırmışdıq. Qəbul eləmirik və niyə deyə sorğulamağa başlayırıq. Başımıza gələn hadisələrə reaksiya olaraq o niyə sualını vermək enerjimizi çox fərqli yönləndirir desəm. İnanarsan mənə? Sənə bir neçə nümunə çəkmək istəyirəm tam da bunun özü ilə bağlı. Mən də illərlə bu problemlə bağlı əziyyət çəkmişəm. Yəni məncə insanlar qəbullanmağı çox gec öyrənir. Bunu tez öyrəndinsə həyat səni 1-0 önə atır hər kəsdən, hər şeydən. Yenə hər zaman olduğu kimi sizə öz şəxsi təcrübələrimdən nələrsə danışacağam. O qədər sorğuluyurdum ki, niyə belə oldu, niyə elə, niyə bu belə olmadı da belə oldu. Və bir müddət sonra başa düşdüm ki, niyə sualı mənə həqiqətən keçmişdə saxlayır və heç bir nəticə tapa bilmirəm. Ancaq dediyimlə qalıram, düşündüyümlə qalıram və özümlə sanki tapmaca oynayıram kimidir. Yəni niyə soruşuram amma cavab tapa bilmirəm, niyə soruşuram amma cavab tapa bilmirəm. Məsələn, sizə çox sadə bir misal verim. Düşünün ki, yemək bişirmişik və dadı xoşumuza gəlmir. Dadı nəsə bilmədiyimiz bir səbəbdən dadı yaxşı deyil və başlayırıq, sorğuluyuruq. Niyə belə oldu? Görün yağı çox oldu, yoxsa duzu az oldu? Ədviyyatı bəlkə də pis oldu, ona görə vaxtı çıxmışdı bəlkə. Başlayırıq bu tərs saysam o qədər cümlə, o qədər niyələr çıxararam ki, o işin içindən. Amma davam eləməyək. Nəticə olaraq məsələn, bizə niyə bunu düşündürür də, düzdür? Bizdə keçmişdə elədiyimiz bir səhvi düşündürür. Əslində bu gözəl bir şey. Etdiyimiz səhvləri oturub düşünəndə onlardan bir dərs çıxarmamız çox gözəl bir şeydir. Amma hər zaman deyil. Amma necə sualı tamam fərqlidir. Necə sualı səni irəli çəkir. Necə? Məsələn, fikirləşirəm ki, gələn səfər bu yeməyi necə eləsəm daha yaxşı olar. Artıq sənə dəqiq bir problem, dəqiq bir səbəb, hər nədirsə dəqiq şəkildə çıxarır. Məsələn, sən gedirsən bir resepti tapırsan, hə deyirsən ki, gələn səfər bu reseptə uyğun hazırlayacağam bu yeməyi və çox da qəşəng olacağına əmin olursan. Amma sən o yeməyin içində nəyi səhv elədiyini niyə bu qədər araşdırırsan? Onu bilirsən harda eləməlisən. Məsələn, o yeməyi resepti götürdün, hər şey olduğu kimi elədin və yenə yemək pis çıxdı. Məsələn, onda sorğula ki, bəlkə mənim ədviyyatlarımın vaxtı çıxır, bəlkə ona görə belədir. Yəni, söhbət burada yemək deyil, bunu hamınız çox gözəl başa düşdüyünəcə. Mövzu odur ki, bir səhvi bir dəfə elədinsə, orada niyəni sorğulama. Keç necə deməyə başla. Çünki necə səni önə çəkəcək. Necə daha yaxşı olar, necə daha yaxşı eləyə bilərəm, necə bu işi əldə eləyərəm. Bu suallara keçin. Yoxsa o niyə o deyil, onun bir başını burax. Yəni tam olaraq o yeməkdə olduğu misal kimi. Yəni bunu bir işi bir dəfə elədin, səhv elədin, tamam, okey. Keç ikinci səfər elə. Araşdır, necə olacağını araşdır, necə olmalıdığını araşdır. Araşdır və yeni bir sən başla təkrar o işi elə. Onda da səhv eləsən və onda da bənzəri bir səhv olsa, otur orada niyəni de, niyə deyə sorğula. Baş verən hər işdə ilk fürsətdə niyə deyib özünü yeyib bitirmə. Bu qəbullana bilməməkdir. Ən sadəsindən sizə bir şey danışım. Bugün başıma elə bir hadisə gəlib ki, dəli olmağıma bu qədər qalmışdı da. Yəni inanın mənə, dəli olmağıma bu qədər qalmışdı. Oturmuşdum, çox təsadüfən dedim ki, girin bir YouTube kanalıma baxım. YouTube kanalıma girdim, baxdım ki, bir anda 132 takip olub YouTube kanalım. Sevindimmi? Yox. Çünki bilirdim ki, bu işin içində bir iş var. Allahım, neyiniyim, bu bir anda ola bilməz. Bu 100% botdur, amma mən vurmamışam. Kim niyə dursun mənim hesabıma, kanalıma bot takipçi vursun deyə düşünə-düşünə. Bir də yorumlar hissəsində belə bir rəylə qarşılaşdım. Gəl indi dəli olma mələk. Nəysə, tam olaraq rəyi oxuyuram, amma algılaya bilmirəm. Mən başa düşdüm. Yəni, bir insan niyə belə bir şey eləsin? Lap mən 28 takipçimdən çox xoşbəxtəm. Sənin nəyivə lazımdır? Bir an belə durdum və başladım dəli oldum ki, yəni niyə sən xəstəsən, dəlisən, sən niyə belə bir şey eləyəsən axı? Bu kimdir axı? Mənim YouTube kanalıma gəlib belə bir şey eləyib, niyə belə bir şey eləyəsən ki, nə bilim, nə? Amma normal
kanalda bu çox uzun çəkərdi, amma bu dəfə uzun çəkmədi. Deməli 2-3 dəqiqə bu şəkildə deyindim. Sonra dərhal bilirsiniz nə oldu? Beynimin içində bir proses getdi və bir anda gözümü açdım, dedim ki, nə edeyim, necə eləyəcəm? Necə eləyə bilərəm? Yeni bir kanalımı açım, nə bilim, yeni bir hesabdan mı başlayım, sıfırdan mı başlayım, bu hesabımı bağlayım? Çünki bot takipçi bir anda məhv eləyər də, yəni kanalı, özə yeni kanala. Sonra mən bu adama yazdım ki, "Bala sən niyə belə bir şey eləmisən axı? Yəni məndən icazəsiz sən niyə belə bir şey eləyirsən?" Bunu yazdım, çıxdım, başladım araşdırmağa ki, nə etməliyəm, nə edə bilərəm, nə bilim, artıq yeni hesab açmaq qərarına gəlmişdim. YouTube-dakı videolarımı yükləyib təkrar o video kanalda paylaşaram falan deyə düşündüm. Qərarımı verdim. Üzərindən hardasa bir saat falan keçmişdi. Bir də girdim, baxdım ki, təkrar 28 takip olmuşam. Girib çıxarıb həmin adam yəqin ki, çünki mən heç nə eləməmişdim. Girib çıxarıb. Bax, indi demək istədiyim bilirsiniz tam olaraq nədir? Mən o bir saat ərzində o kanala girib təkrar 28 abunə görənə qədər ağlasaydım ki, ağlaya bilərdim. İnanın, o qədər. Yəni burada kanal balaca görünə bilər, amma bu balaca kanalın belə bilirsiniz nə qədər əməyi var. Yəni burada gedən saatlarım, çəkdiyim videolar, editlərim, gedən zamanım həqiqətən çox şeydir, çox dəyərlidir, çox əmək var. Ona görə yəni ağlaya bilərdim. Hətta məsələn də deyinə bilərdim, yəni əsəbləşəcəydim də ən azı da, elə deyil. Əsəbdən başıma ağrı da gələcəkdi. Amma məsələn eləmədim. Dərhal necə eləyə bilərəmi araşdırdım. O necə sualı məni artıq gələcəyə düşünməyə vadar elədi və həmin müddətdə əsəbləşmədim. Artıq olan olduğu kimi qəbul elədim. Nəysə baş verdi, növbəti addıma baxmalıyam deyib söhbətdən tamamilə uzaqlaşdım və o an dedim ki, sənin aklını severim mən. Dedim, bax gözünə yığıb böyüyürsən, yavaş-yavaş böyüyürsən. Yəni bir neçə ay sonra 24 yaşım olur. Mən də bu mövzunu hələ çox yeni alışıram, çox yeni öyrənirəm. Yəni bunu necə öyrənərəm deyirsənsə, yəni həqiqətən heç bir fikrim yoxdur. Çünki bu sadəcə zamanla olan bir şeydir. Çünki başına bir şey gəlir, oradan bir dərs çıxarırsan, oradan bir də ayılırsan ki, əvvəl 2-3 gün qəbul eləyə bilmirdin. İndi 2-3 dəqiqə qəbul eləyə bilmirdin. Birazdan sonra, yəni hadisə baş verən kimi qəbul eləyəcəksən. İnşallah o nöqtəyə gələrik ölməmiş. Nəysə, biz siz deməyim nədir? Bu həyatda baş verən hər şeyi, yəni təbii ki, bizə pis təsirini ola bilər. Bir balaca üzülün, amma dərhal oturun. Necə eləyə bilərəmi düşünün. Yəni o işin içindən necə çıxa bilərəmi düşünün. Yəni dərsinizi alın. Yəni hər başınıza gələn ən pis hadisədə belə oturun düşünün ki, mənim burada öyrənməli olduğum nə idi? O günlərdən harasa getmişdik. İbo cibinə qoyub 100 avronu, telefonu da üzərindən. Nəysə yolda qaydanda düşürdük bunu. Harada düşürdük, necə düşürdük, heç bir fikrimiz yoxdur. Həmin gecə də küləkli falan idi. İndi bu əsəbləşib. Sənin pul itirən yaşındır, nə bilim, nə öz-özünə danlayır özünü. Dedim ki, sənin burada öyrənməli olduğun mövzu nədir? Məncə sənin burada öyrənməli olduğun bir mövzu var. Çünki o həmişə pulla telefonu eyni yerə qoyur. Bəlkə də onun öyrənməli olduğu sırf bu telefonla pulu eyni yerə qoyma. O idi məsələn bəlkə də. O deyir ki, hə ola bilər, nə bilim. Ya o qədər prinsipli adamdır ki, o cür yağışlı havada o pul, yəni biraz da şanslı deyib, o da bir şans var. Yəni həqiqətən şans var. Yəni heç getdiyi yerdən, yəni heç kim görməz amma onun qarşısına elə bir şey çıxar ki, baxırsan ki, yəni həqiqətən şanslısan da bazen. Gedib o küləkli gecənin səhərində pulu tapmışdı yoldan. Şoka girmişdim ki, yəni sən necə ballı insansan. Nəysə, sadəcə belə bir şey gəldi başıma və ondan bir anda belə 2-3 dəqiqədən sonra bu hadisənin qəbullanmağı mənim üçün bilirsiniz necə böyük, möhtəşəm bir şey idi. Və dedim ki, bunu bu təcrübəmdə mütləq sizlə bölüşməliyəm. Bəlkə də bu videoya baxan biri mənim həyatımdan da bir dərs götürəcək. Məsələn, bunu çox eləyin. Kiminsə başına nəsə gəldi, gözləmləyin. Məsələn, onun başına o gəldi, ondan sonra ona nə öyrətmək istəyirdi həyat. Bax, onları düşünün, baxın, o dərsi alın. Tək öz həyatınızdan yox, hər kəsin həyatından bir dərs çıxarmağa çalışın. Yəni onda həyata elə bil dörd gözlə baxırsınız, ikisi sizindir, ikisi o tərəflərə baxır falan kimi bir şey. Nəysə, çox uzatmayayım, bu qısa videonu qısa tutmaq istəyirəm sizi. Çox öpürəm, özünüzə çox yaxşı baxın. Hələlik.